Bismillahirrahmanirrahim ve bihi nesta'in. Aleykümselam kardeş. Deməli, son günlərdə Müslüman ailələrdən, keçən qadınlarımızdan fıqh dərsində zikr etdiyimizə görə Müslüman qadınlardan şikayət vardır Müslümanlara. Nədir o Müslüman qadınlarımızın şikayətləri? Müslüman qadınlarımızın şikayəti dünən bu barədə zikr etdim. Az zikr etdim, biraz danışdım. Sadəcə olaraq biraz daha təfsili danışmadıq. Biraz da bəzi müsəlmanların belə deyim ki, vasitəsilə müəyyən səbəblərdən dolayı məsələni tam açıqlaya bilmədik, sağ olsunlar. Bugünkü deməli nədir o məsələ? Bugünkü qadınların şikayəti var, həm kişilərin də var. Mən də onu da zikr edəcəm. İnşallah. Nədir o? Evlənməmişdən olan qabaq qadınlarımızın şikayət edirlər ki, biz subay vaxtı ikən evlənməmişdən qabaq, zövcənlə tanış olmamışdan, evinə gəlməmişdən qabaq daha imanlı, daha takvalıydıq. Evlənəndən sonra isə bizim imanımız, takvamız çıxıb gedibdir. Qadınlar deyir. Ki biz deyir evləndik. Mən evlənməmişdən qabaq İslami fəaliyyətlər içərisindəydik. Evlənməmişdən qabaq mənim kitab oxuyurdum, dərslər dinləyirdim. Evlənməmişdən qabaq mənim evdə not dəftərlərim var idi və mən dərsləri dinləyib, kitablar oxuyub, oraya not düşürdüm. Lakin evlənəndən sonra mən haçan axırıncı dəfə kitab oxumuşam, yadıma gəlmir. Və imanım zəifləyir. Mən təheccüd namazı qılırdım. Birinci, dördüncü günlər oruç tuturdum. Ağ günlərin orucunu tuturdum. Və gecələr təheccüdə qalxırdım. Sabah namazından sonra zikrimi eləməmiş, günəş çıxmadan yatmırdım və s. Evləndi Məhməd abi, Mahmud abi, mən Mustafa abi, hər kimsə. Onlar bizim deyib, bu mənim tək sualım da ödəyib. Bir neçə müsəlman qadınlar, yəni bu barədə şikayətsizlər və zövcələrimiz də deyir ki, bizi ittiham edirlər ki, siz elmlə, zikirlə məşğul olmuşsunuz, imanınız zəifliyidir və s. və s. Biz də dedik ki, bizim imanımızın zəiflənməsinə səbəbkar sizsiniz. Burada indi doğru olan kimdir, deyir. Sual verilir. Yəni ikisi də maraqlıdır. Elhamdülillah. Deməli, mən məsələni İslamda araşdırdım. Doğru olan bir qənaətə gəldim ki, yəni bu məsələdə sual soruşulmalıdır. Yəni buna bir mənalı cavab verilmir. Birinci olaraq evli olan bir qadının imanı zəifliyirsə ona sorulacaq sual budur. Birinci sual. Evdə yoldaşınla, həyat yoldaşından münasibətin necədir? Birinci sual verilir. Evdə həyat yoldaşından münasibətin necədir? 2. Həyat yoldaşın səndən razıdırmı? Bu çox önəmlidir. Və üçüncü olaraq neçə ildir belə deyim ki, sən evlənəndən sonra evlilik, yəni həyatını İslamdan mı görürsən, yoxsa dünya əyləncəsi olaraq mı görürsən? Bu sualların cavabı nəticəsində məsələ aydınlaşır. Əgər birinci cavab deyilsə ki, xeyr, mən evdə yoldaşımla münasibətim yaxşı deyil, aramızda soyuqluq var, 3 dənə uşaq var, 2 dənə uşaq var, 5 dənə uşaq var, 6 dənə var, 7 dənə var və s. Bunlar artıq burnumuzun dibindədir.
Yəni bu səbəbdən məcburuq evliliyi sürdürürəm. Gedəcək yer yox, qalacaq yer yox. Atsam atılmır, tutsam tutulmur. 6 barmaq kimi kəssən kəsilmir, saxlasan saxlanılmır. Belə bir durumda deyirik ki, əgər sənin zövcənlə evdə münasibətin yaxşı deyilsə, sənin həyat yoldaşından evin içində sənin münasibətlərin yaxşı deyilsə və bir-birinizə can deyib can eşitmirsinizsə və yaxud da ki, sən ərinə itaati Allahın əmr etdiyindən dolayı itaat eləməyə bilmirsənsə və sən ərvi özvə cəhənnəmə getməyə səbəb eləmişsən. Yəni, ərin sənin bu məqamda cəhənnəmindir. Çünki, nəyə görə qardaşlar? Bir qadın üçün cənnətə getməyə iman etdikdən sonra, namaz qıldıqdan sonra ərinə itaat eləmək qalır. Başqa heç nə lazım deyil. Yəni, qadından İslam dövləti qurulmaq tələb olunmur. Fəaliyyət göstərmək istəyərsə, evlənməsin. Qadından gedib cihadda savaşmaq, silah alıb, döyüşmək, sərhəd qurmaq tələb olunmur. Lazım gələrsə, mesestira, həkim işləyə bilər, o da İslam dövlətinin məsləhəti ilə. Və s. və s. İndi biz yaşadığımız bölgə ilə qiyas elədiyimiz zaman Azərbaycanda, Azərbaycanlı bir müsəlman qadının tələb olunan nədir? Zövcəsinə bir sabah, bir də axşam evə işdən gələrkən gülər üzlə yora salıb, gülər üzlə qarşılayıb, qabağına gözəl isti çörəyini, yeməyini, çayını verməsi və gözəl şəkildə sabaha qədər nədir? Vaxt keçirməsidir. Onun xaricində ondan heç nə tələb olunmur. Ondan tələb olunan ciddi heç nə də yoxdur zaten. Qadın bununla cənnətini qazanmış olur. Yəni, qadın kişiyə itaat baxımından qadını zora soxacaq heç nə yoxdur. Çünki nə üçün? Kişinin ondan tələb elədiyi nə var ki? Məsələn, kişi bir qadına nə tələb edir ki? Qadın zaten iffətini, namusunu qorumalıdır. Uşaqlardır. Onların baxımı zaten qadına məxsusdur. Tərbiyəsi bərabər eləməlidirlər. Kişi başda durub direktor olmalıdır. Qadın da müəllimə olmalıdır. Yəni, kişi evi bir məktəb olaraq düşünün. Kişi məktəbin direktorudur və qadın da evdə müəllimədir. Yəni, A-Z-B məsələsini, oturma, durma məsələsini, əxlaqın, tərbiyəni kim öyrətməlidir? Ana öyrətməlidir. Ata da ona dəstək verməlidir. Evdə direktor və zavus rolunu oynamalıdır. Yəni, bu səbəbdən birinci qadının üzərinə düşən Allah üçün ərinə itaat eləyərsə, cənnəti qazanacaqdır. Əgər ərinə itaat eləməyə ağır gəlirsə ona, bu subaylıq, evliliyin əlaqəsi yoxdur. Qadın subay olduqdan sonra ən böyük ona əcir ərinə itaat eləməsidir. Bunu Allah əmr edibdir. Peyğəmbər s.ə.v əmr edibdir, özlərinizə itaat edin. Yəni, qadına ərinə itaat eləməsi Allahın bir əmridir. Namaz necə ki bir Allahın bir əmri isə, oruc necə ki bir Allahın əmri isə, baş örtmək necə ki bir Allahın əmri isə, qadın da ərinə itaat eləməsi o şəkildə Allahın əmridir. Ərinin icazəsi olmadan çölə çıxmamalıdır. Ərinin icazəsi olmadan onun pulunu, parasını sağa sola sərf etməməlidir. Əri onu, itaat eləməyə, ona itaətə çağırdığı zaman da istəyir yemək olsun, istəyir paltar olsun, istəyir birlikdə gecə ya bir yataqda keçirmək olsun və s. ona dəvət edərsə, qadın ikrahsız bir şəkildə, yəni istəyərək gülər yüzlə ərinin istəklərini yerinə yetirməlidir. Bu, müsəlman qadından Allahın istədiyidir. Qadın deyəcək, bunlar mənə ağır gəlir, o zaman evlənməsin. Əgər ərinə itaat eləmək qadına ağır gəlirsə, bu şeyləri yerinə yetirmək qadına ağır gəlirsə, evlənməsin. Yaxud da ki, bunun içindən çıxan bir başqa məsələ var. Bəzi qadınlar deyir ki, mən İslamdan evlənməmişdən öncə mən zikir məclislərinə gedirdim, zikir məclisləri qururdum evimdə, uşaqlara dəstək keçirdim, böyüklərlə bərabər elm məclislərində olurduq, indi elə bilmirəm. Bu qadına sual verilir. Ya ailə, ya dəvət. İkisindən birini siz. Əgər İslami fəaliyyətin içərisində bir qadın olmaq istəyirsə, evlənməyəcək. Çünki ikisindən də olacaq. Yəni, sən həyat yoldaşının sənə gəlib deməsi ki, söz verməsi ki, buna inanmasınlar. Mən buradan bütün qadınlara deyirəm ki, zövcəniz sizə evlənmə masasına oturanda söz verirsə ki,
mənə elm tələbəsi lazımdır. Mən özüm elm tələbəsiyəm. Və yaxud da ki, mən də istəyirəm, sənə eşitmişəm ki, elm adamsan, mən elm adam deyəm, sən dəvət ilə məşğul ol. Yəni, mən sizə deyirəm ki, ay mənim bacılarım, bu kişilər sizi alladır, bunlara inanmayın. Çünki evlilikdən sonra onlar sizi tək başına heç nəyə buraxmayacaqlar və sizin uşağınız, ev işləri, yemə, içmə, yəni bunlarla məşğul olacaqsınız və nə dəvət, yəni sən artıq ortada qalacaqsan. Nə tam elmlə, dəvətlə məşğul olacaqsan, nə də tam ailənlə, ikisindən də məhrum olacaqsan. Amma ən şərəfli olan hansıdır? Ailə qurub, öz zövcəvə itaat edib, müəllimliyini evdəki uşaqları verəməyə, uşaq doğmağın sayını artırmaq. Yəni 5, 6, 7, 8, 10 dənə qoy evladın olsun. Səndən yoxdurmu? 2 dənə mi dünyaya gəlir? Əlhamdülillah. Zövcəvi evləndir, qoy geçsin, ikinci gəl, alsın, ondan 5 dənə uşaq olsun. Əlhamdülillah. Estağfurullah lazım. Elhamdülillah. Yəni bu nədir qardaşlar? Bu İslamın həqiqətən də Allah Rasulunun qiyamət günündə bizə ən çox yaxınlığıdır. İbn Abbas deyir ki, Rasulullah sallallahu deyir ki, qiyamət günündə sizin mənə ən çox yaxın olanlarınız zürriyyəti çox olan, yəni çox evlilik eləyərək mənə yaxın olanlarınız qiyamət günündə. Təbii ki, mən keçən səfər də demişəm, bizim Azərbaycanda bu məsələ hələ ki öz yerini tutmayıb. Çünki bizim Azərbaycanda olan müsəlmanlara birinci zövcə belə çoxdur. Yəni, onu da altını vuruq. Çünki nəyə görə hələ bir zövcənin və uşaqların haqqını verə bilməyib, yəni İslamı dəvətdə, hizmətdə yer ala bilmirlər, zikir məclislərinə gələ bilmirlər və dərslərə gələ bilmirlər, maddi olaraq Allahın yolunda infaq edə bilmirlər, çalışmırlar və bu səbəbdən də yəni o ikinci olaraq evlənmək istəyən qardaşlar yəni bir zahmət yəni bu məsələləri eləyəndən sonra İslam və müsəlmanların hizmətində durduqdan sonra bu məsələləri inşallah eləyərsiniz. Əksi təqdirdə siz hələ ki evinizdən bir zikir məclisinə çıxıb gəlməyə üzr istəyirəm, can üşənirsiniz və heç onu eləyə bilmirsiniz, işi gücü bahanə edirsiniz, işdən gəlmişəm. İndi ikinci olandan sonra vəbşi dindən uzaqlaşacaqsınız. Ondan sonra da evlənəcəksən, 2 uşaq da bunu eləyib, ondan sonra dalaşıb boşayacaqsan, bu lazım deyil. Evet, bu məsələnin birinci tərəfidir. Yəni ki, bir qadınların belə deyim ki, yəni bu bahaminələri sürmələri doğru deyildir. Bunun səbəbləri evində, yəni qadın taqva sahibi olmaq istəyirsə, zövcəsindən əlaqəsini yaxşı tutsun, ona itaat eləməyi bacarsın və aynı şəkildə ona itaat eləməyi bacardıqdan sonra uşaqlarınla münasibətini yaxşı qursun, çöldən çox evin içini isti sıcaq tutsun, evin içi hamısından, hər şeydən nədir? Daha dəyərlidir. Peki, bu deyərim ki, bu qadınlar üçün və yaxşı kişilər üçün nətərdir? Kişilər üçün evləndikdən sonra imanları zəifləməsi və bir müsəlmanın kişinin imanı zəiflənməsini iman etdikdən sonra belə deyim ki, məsələn bir qardaş təzə imana gəlibsə, onun imanı zəiflənməsi getdikcə səbəbi nədir? Oturduğu, durduğu yanlış adamlardır. Mən məsələn, bizim indi həcci qardaş var, yaxından həccidən gəldi. Allah həccisini qəbul etsin, ibadətini qəbul etsin. Allah razı olsun. Ümrəyə gedən qardaşlar, həccə gedən qardaşlar oradan gəlmək istəmirlər. Nəyə görə qardaşlar? Çünki 5 vaxt namaz məsciddə, cəmaatla namaz, zikirlər, halallar, harama baxmırsan, boş-boş məclisin, Məkkənin ortasında Kəbədə oturub gedib meyxanadan danışırsan. Kəbədə oturub gedib, bu gün müsəlmanlar bir araya gəlir, məsələn, nə edirlər? Müsəlmanlar bir araya gəlir, hamının əlində telefon var. Biz niyə bir araya gəldik? Məsələn, zəng eləyirlər, hamı telefonu götürür, axı gələk görüşək də, hamı gəlir, oturur, görüşür. Tutalım ki, məsəl üçün, məsələn, mənə gəlir, mən suallara cavab verirəm. Tutalım ki, mənim bir faydalı işim var. Digər insanlar, mən nə zaman suallara cavab verirəm, qabaqdakı insanlar başqa işlərlə məşğul olunur. Baxırsan ki, digər qardaşlar oturur, biri statusa baxır, tamam mı? Biri nə mən futbola baxırsan ki, biri nə mən futbol rekordlarını izləyir, biri bir-birinə mesaj atır,
Biri bir-birinin şəklini çəkir, atır. O onun şəklini çəkir. Biri amandır, bir məclisdə bir insan mürgüləməz. İnsan da mürgüləyə bilər. Götürür, o birisi qardaş onun şəklini paylaşır. Bütün Azərbaycana bir-birlərin şəklini paylaşırlar. Anlatabildim. Biri baxırsan ki, bir məclisdə 3 dənə orada xurma var idi, ikisini yedi. Onun şəklini atır, 3 dənə ikisini falan kəs yedi. Şəkil çəkir, bir-birlərinə şəkil göndərirlər. Bu məclisin ədəbsizliyidir, əxlaqsızlıqdır, tərbiyəsizlikdir. Allaha və Rasuluna hörmətsizlikdir. Zikir məclisində telefonla bir şərtlə məşğul olmaq olar ki, canlı yayını olarsa insanlar canlı yayını bəyənməsi. Onun xaricində hamının ailəsi var. Xocanızın, imamınızın, bax bütün elm tələbələri şikayət edirlər mənə. Elm tələbələri şikayət edirlər ki, qardaş, zikir məclisində hətta və hətta cümədə belə insanların əlindən telefon düşmür. Məqsəd nədir? Zəng gözləyim. Qardaş, bu imamın ailəsi yoxdurmu? Bu imamın yaxınları, dostu, tanışı yoxdurmu? Məsələn, məni düşünün. Elə bir ki, qardaşlar, haşədə, mən zikir edirəm, bax, dərs keçirəm, tamam mı? Burada zikir eləyirik, siz mənə suallar verirsiniz, mən buradakı insanlara cavab verirəm. Sizi başınızı buraxmışam, evdən zəng gəlir, çıxıram, bilirəm orada zənglə danışıram, gəlirəm, deyirəm, gözləyib bir dəqiqə gəlirəm. Bu necə hörmətsizlikdir də bu? Yəni, hamının ailəsi var, hamının yaxını var, hamının dostu var, hamının tanışı var, hamının evində problem var, hamının evində sıxıntı var. Yəni, bu səbəbdən də zikirə, dərsə gəlməmişdən qabaq bu problemlərinizi həll edin. Cümə günündə, bax bunu deyirəm, cümə saatında məscidə daxil olandan sonra imam əgər ayağa durub xütbə verməyə başladıqdan sonra əlinə telefon alıb hər hansı bir alış-veriş, ticarətlə məşğul olmaq haramdır yəni. Başqa bir müsəlmana cavab vermək o da haramdır yəni. Ma mesaj yazdı, dedi, axı, ma bir dənə cavab ver. Bu caiz deyildir. Nə ola bilər alimlər? Zərurət olaraq bir insan səfərdən gəlir, yer konum təyin eləmək üçün ona sən konum ata bilərsən. Bu qədər. Harada olduğunu bildirə bilərsən ki, öncədən də bu nədir? Anlaşılan bir məsələdir yəni. Bunun üçün qardaşlar, bir insan bu günləri əgər təzə iman edibsə, və ya türmədən çıxan adamlar var, deyərlər ki, biz türmədən çıxandan sonra bizim imanımız yaxşı idi, türmədən çıxandan sonra bizim imanımız zəiflədir. Qardaş, sən türmədə olanda müsəlmanlarla bərabər sabah zikirlər edirdin, axşam zikirlər edirdin, 5 vaxt namaz qılırdın, ibadətlərdəydin və s. və s. Tamam mı? Amma sən ibadətdən çıxandan sonra, sən dindən uzaqlaşandan sonra, sən oradan çıxıb gələndən sonra nə oldu qardaşım? Sən oradan çıxıb gələndən sonra ən böyük problem nə oldu? Sən müsəlmanların məclisini tərk elədin, cahil insanların məclislərinə baş tutdun yəni. Bu da caiz deyildir. Sən müsəlmanların məclisini tərk edib, cahillərlə oturub durarsansa, təbii ki, bu sən getdikcə onlardan olacaqsan. Yəni, bir müsəlmanın ibadət əhli olmayan insanlarla gün aşırı oturub durması haramdır, caiz deyildir. Bir müsəlmanın ibadət əhli olmayanlardan işi zərurətən, işləsən, zərur görüşürsən. İş xatirinə görüşə bilərsən. İş xatirinin xaricində, istər qadın olsun, istər kişi olsun, ibadət əhli ilə İslami dəvət, İslami zikir xarici oturub durub, çayxanaya getmək, çayxanada oturmaq, gedib bilyard oynamaq, gedib futbol oynamaq, bunlar caiz deyil yəni. İnsanlar var, baxırsan, gedir, cahili dostlarla bilyard oynayırlar. O da orada bir söyüncü bir gəpiyedir. Və ya gedib onlarla oturub çay içir, yenə orada damini oynayırlar məsələn. Bugün müsəlmanlar bir araya yığıb, o qədər din, İslamı fəth ediblər ki, bütün dünyanı fəth edib vaxtları var, gedib damini oynayırlar. Baxın, damini oynamaq ər-arvad arasında ailənin içində gözəl bir şeydir. Niyə? Hansı baxımdan? Damini oyun oynamaq. Ailə içində, uşaqlarla, ailə ilə seviz məqsəd bu, ha. Daminidən qəsdim budur ki, onlarla futbol oyna, onlarla oyun oyna, onlarla nəsə eləsəsə, bu daha xeyirlidir yəni. Amma gedib çayda, gəlin yığışaq, gedək çayxanada oturaq, bir bilyard vuraq. Yəni, sən zikir məclisinə gəlmir, bilyard üçün 3 saat otururlar. Zikir məclisinə yarım saat keçəndən sonra hamının saatı göydə oynayır, belə bax. Yəni, az qadə şeyx yetər də bəsdir. Yəni, yorulduq, qoy biraz çay çək. Yox. Bunun üçün, qardaşlar, bugün bir müsəlman kişinin
iman ettikten sonra ortamını eğer nedir değişmirse kardeş, tamam mı? Bugün bir Müslüman kişi ortamını değişmirse, yani müminler oturup durmursa, cahiller oturup durursa, yani o adam iman peygamber evladı da olsa onun imanı sıfıra düşecek. Bak Mekke'den Medine'den gələndə insanlar həcdən gələndən sonra bir hafta 10 gün baxırsan ki hamı takvalı olur. Gelir buraya düşür, ortam değişir. Ümrədən gələndən sonra hamı tövbə edir, ağlayır, qeybətdən tövbə edir, haramdan tövbə edir, ondan tövbə edir və gəlir yenə müsəlmanların qurğundan yox, başqa qurğundan oturur durur, yenə imanı sıfıra düşür. Buna görə yeni İslam'a gələn və yaxud da kişilər türmə, həbsxanadan çıxan, iman edib çıxanlar, ümumiyyətlə imanla təzə tanışanlar, köhnə tanışanlar fərq eləmir. Müsəlman cəmaatdan uzaqlaşdığı zaman da qardaşlar nədir? Otomatik olaraq imanı zəifləyəcəkdir. İnşallah bunu da belə bilmiş olun. Bu iki dənə ayrı-ayrı yəni məsələ zikr edilir. Bir qadınları zikr edirik, bir də nədir? Kişiləri zikr edirik ki, kişilərin imanı zəiflənməsinə səbəb müsəlman toplumları tərk edib cahillərlə oturub durmasıdır. İndi keçək sual cavaba. Elhamdülillah Rabbil alemin.